Bağışlayan ve rəhm edən Allahın adıyla Allahın salamı olsun hər birinci üzərində. 2025-ci il Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Həcc Missiyası zəvvarlarımız, hacılarımız bax bu mehmanxanada qalacaqlar. Bu mehmanxananın zahiri görünüşüdür. Artıq bayraqlarımız burada dalğalanır. Mehmanxananın adı təqribən bu şəkildədir. Mehmanxananın demək üzbəüz qalanda sol tərəfində Kəbə evini biz görürük və mehmanxanadan sağ tərəfdə biz 200-250 metr aşağıda, 300 metr aşağıda balaca dükanlar, bazarlar var. Burada daxil olduqda bizim missiyamızın bayraqlarıdır. Bu mehmanxananın girişi. Daha sonra daxil oluruq biz. Burada sol tərəfdə foyesidir. Zəvvarların dincəlməsi üçün yaradılan şəraitdir. Geniş bir məkandır bura. Gözəl, təmiz, səliqəli. Və burada zəvvarlarımızın dincəlməsi üçün hər bir şərait vardır. Burada mehmanxananın xidmətçiləri və Həcc missiyamızın əməkdaşları burada zəvvarların xidmətində duracaqlar. Və biz burada görürük ki, daha bir bu tərəfdə oturacaqlar var, dincəlmək üçün, istirahat eləmək üçün, danışmaq üçün, görüşlər keçirmək üçün. Bax, burada belə bir son tamamlanma işləri görülür. Burada çaylar, qəhvələr olacaq. Baxın, belə bir formada zəvvarlarımız üçün şərait yaradılıdır. Zəvvarların yeməkləri üçün yeməkxanadır. Bu yeməkxanamızın şəraiti ilə bir qədər sizləri tanışdırmaq istəyirik. Bax, bu şəkildə elə bil burada yeməklər olacaqlar və zəvvarlar özləri gəlib istədiyi yeməkdən istədiyi qədər götürə biləcəklər. Artıq demək olar ki, son tamamlama işləri gedir və biz burada daha əvvəlki illərdən fərqli olaraq zəvvarların rahat şəkildə bax buralarda öz yeməklərini yeməyə yaradılan şəraitlə tanış oluruq. Və burada da yazılıb ki, yeyin, için, israf etməyin. Allah israf edənləri sevməz. Məkan burada zəvvarların foyada dəstəmaz almaları üçün yaradılan şəraitdir. Bu mehmanxanamızın mərkəz hissəsidir. Bax, bu mərtəbələrdir. Burada liftlərdir. Bir liftimiz var. 2 lifti. 3-cü lifti və burada da 4-cü lifti. Və sonra burada elanlar var. Elanlar yazılır. Məscid, həkim otağı, yemək saatları, yeməkxana və burada da namazın vaxtları göstərilir. Dəyərli zəvvarlar. Liftdən çıxırıq biz və gəlirik 1-ci mərtəbənin sol və sağ tərəfində olan otaqlardır. Yenə 1-ci mərtəbədən mehmanxananın aşağı görüntüsünü biz görürük və 1-ci mərtəbədən biz növbəti mərtəbələrə baxırıq belə bir şəkildə və burada artıq biz liftlərdən çıxdıqdan sonra burada pilləkənlər var, əlbəttə ki sağda solda pilləkənlər var, köməkçi pilləkənlər və burada artıq otaqlardır. Bu bizim zəvvarların qalacağı mərtəbə, 1-ci mərtəbə. Biz bu otaqlardan inşallah ki birinə giririk. Burada hamam şəraiti ilə tanış oluruq. Və daha sonra burada paltarların qoyulması şkaflardır, şifanellərdir. Bu şekilde. Daha sonra burada otaqda zəvvarlar üçün yaradılan şərait. Burada pəncərəmiz. Burada oturacaq. Televizor, telefon, su. Növbəti mərtəbədə isə zəvvarların rahat namaz qıla bilmələri üçün burada ibadət yeri var. Belə deyək, məscid mərtəbəsi deyilir, ibadət mərtəbəsi deyilən bir mərtəbədir, geniş bir yerdir. Bax, zəvvarlar bu şəkildə burada
öz ibadət itaətlərini yerinə yetirə bilirlər. Allah hamının ibadət itaat duasını qəbul eləsin. Bura imamın piş namazın yeridir. Burada da insanlar cərzə şəklində imama qoşula bilirlər. Namaz qılınan yerdə də zəvvarların dəst namaz almaları üçün burada şərait yaradılıbdır. Zəvvarlar burada dəst namazlarını ala bilərlər rahat. Və bu namazgahın arxa tərəfində biz, baxın, xanımlar üçün, hacı xanımlar üçün yaradılan, onların namaz qıla bilmələri üçün, ibadət edə bilmələri üçün yaradılan bir şəraitdir. Burada xanımlara aid olan hissədir. Bu bir tərəfdir. Bax, burada bizim xanımlarımız burada namaz qıla bilərlər rahat, hacı xanımlar. Və növbəti, baxın, bu tərəfdə də həmçinin belə bir şərait var ki, xanımlarımız burada öz ibadət, itaat dualarını edə bilsinlər. Sərbəst vaxtda ibadət üçün, namaz qılmaq üçün yaradılan şəraitdir. Burada daha bir otağımız həkim otağıdır. Demək, həkim otağı ilk tibbi yardım həkimlər tərəfindən göstəriləcək xəstələrə. Otaq təqribən bu şəkildədir. Burada xəstələr üçün ilk tibbi yardım olaraq həkimlərimiz tərəfindən bu şəkildə onlara xidmət olunacaq. Həkimlər xəstələrimizə xidmət edəcəklər.